Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə riyaziyyat test toplumumuz üzrə qarşıq ədədlər mövzusundan olan sualların izahını verəcəm. Əvvəlcə videomuzu bəyənməyi unutmursunuz. Birinci sualdan başlayırıq. Videonu saxlayaraq özünüz də sualları müstəqil şəkildə həll edə bilərsiniz. Aşağıdakılardan hansı qarşıq ədəd deyil? A, B, C, D variantlarına fikir verin. Hamısı qarşıq ədəd şəklindədir. Qarşıq ədəd nə idi? Tam və kəsr hissədən ibarət olan ədədlər idi. Məsələn, A variantı 3,8-də 5. B variantı 1,4-də 3, C variantı 8,9-da 2, D variantı 7,11-də 6. Bunların hamısı qarşıq ədəddir. Amma E variantında olan 4-də 9 kəsri yalnız kəsr hissədən ibarətdir. Yəni həmin kəsri özü də düzgün olmayan kəsrdir. Biz qarşıq ədədə çevirdikdən sonra onu qarşıq ədəd şəklində göstərə bilərik. Amma fakt olaraq hal-hazırda deyildir. İkinci sual. Hansı adi kəsri qarşıq ədədə çevirmək olmaz? Diqqət yetirsəniz, burada 4 variant düzgün olmayan kəsirdir. Yəni A, B, D, E. Sürət məxrəcdən böyükdür. Amma C variantında bu belə deyil. Bu düzgün kəsirdir. Düzgün kəsiri biz qarşıq ədəd şəklində yaza bilmirik. Məsələn, A variantını yazsaq, 5-i 2 yerə böləndə 2 dəfə düşür. 2 tam 2-də 1. Məsələn, B variantı 11-i 5-ə böləndə 2 tam 5-də 1. Qalığı da bura yazırsınız sürətə. D variantı 3 tam 3-də 1. E variantı 16-nı 6-ya böləndə deməli 2 dəfə düşəcək. 2 tam 6-da 4. 2 tam 6-da 4 kəsrinin özünü də 2 tam üstə 2 kimi yazmaq olar. Yəni qarşıq ədədin kəsr hissəsini ixtisar etmək olur. 2 tam üstə 2 kimi də yazmaq mümkündür. Növbəti üçüncü sual. Hansı adi kəsri qarşıq ədədə çevirmək olmaz? Burada bütün kəsrlər düzgün olmayan kəsrlərdir. Amma belə bir məqam var ki, A variantında 12-ni 3-ə böləndə düşür 4. Bunun tam hissəsi var, amma kəsr hissəsi artıq yoxdur. Bəli, bunun biz kəsr hissəsini özümüz əlavə edə bilərik. Belə yazmaq olar ki, 4 tam üstə 0. Doğrudurmu? Amma bu da kəsrin xassəsinə ziddir. Hansı xassəsinə? Adi kəsrin biz tərifində deyirik ki, adi kəsrin sürət və məxrəci natural ədəd olmalıdır. Yəni bu formada yazılış mümkün deyil. Ona görə A variantını biz yalnız və yalnız natural ədəd şəklində göstərə bilərik. B variantı 9-da 29, sonra 11-də 23, 4-də 13, 8-də 35. Bunun hamısını biz çevirsək qarşıq ədədə, yəni bu mümkün olacaq. Natural ədəd, yəni hansısa bir tam hissə düşəcək, bir də kəsr hissəsi qalacaq yenə. Dördüncü sual, hansı qarşıq ədəd daha böyükdür? Qarşıq ədədlərin müqayisəsini xatırlayaq. Qayda nə deyir? Deyir əvvəlcə qarşıq ədədlərin tam hissəsinə bax. 4, 9, 9, 7, 8. Hansının tam hissəsi daha böyükdürsə o daha böyükdür. A variantı, D variantı və E variantı sıradan çıxır. Yerdə qalır B və C variantları. Niyə? Çünki hər ikisinin tam hissələri 9-dur. Tam hissələr eynidirsə kəsr hissələri müqayisə et. Bunun kəsr hissəsi 8-də 3, bunun kəsr hissəsi 10-da 3-dür. Kəsirlərin müqayisəsi qaydasını xatırlayaq. Sürətlər eyni olan kəsirlərdən məxrəci kiçik olan daha böyükdür. Yəni 8-də 3 və 10-da 3 kəsirlərindən 8-də 3 kəsiri daha böyükdür. Başqa sözlə desək, B variantı digərləri ilə müqayisədə daha böyük ədəd olacaq. 5-ci sual, hansı qarşıq ədəd daha kiçikdir? Yenə də ilk növbədə tam hissələrə baxıram. 2, 2, 3, 2, 1. Artıq düşünmürəm, çünki bunun tam hissəsi daha kiçikdir. Deməli, E variantı düzgün cavab olacaq. 6-cı sual, hansı qarşıq ədəd 5 və 8-in arasında deyil? Ədəd oxu üzərində dostlar bunu təsvir etsək, 5 ədədi burada yerləşir, 8 ədədi burada yerləşir. 5 tam 11-də 8. Bu 5 ilə 6-nın arasındadır. 8 tam 5-də 1. Bu 8-dən artıq böyükdür. Yəni 8-i keçir. 8 ilə 9-un arasında olur. Deməli B variantı ilə düzgün cavabdır. 7 tam 13. 7 ilə 8-in arasındadır. Yəni təxminən buralığa düşür. 4-də 21. Biz bunu çevirməliyik. 21-i 4-ə böləndə düşəcək 5 dəfə. Burada 4 qaldı. 5 4-üm 20, qalxdı da 1. 5 tam 4-də 1 də 5-dən sonra gəlir, yəni 5 ilə 6-nın arasındadır. 6 tam 8-də 5-də eyni qayda üzrə 6 ilə 7-nin arasındadır. Deməli, düzgün cavab B variantı olaraq qalır dostlar. 7-ci sual, hansı ədəd 3 tam 10-da 7 və 4 tam 10-da 4 arasında yerləşmir? Bunu istəsəniz, onluq kəsrə çevirərək də müqayisəsini apara bilərsiniz. Yəni, ədəd oxu üzərində təsvir etsək, biri 3 tam 10-da 7-dir, digəri 4 tam 10-da 4-dür. Bunun arasında yerləşməyəni müəyyən etməlisiniz. 4 tam
3'də 1. 3 tam 10'da 8. 4 tam 5'də 2. 4 tam 10'da 3. 3 tam 9'da 7. Bu kəsr hissələrin özünü də kalkulyator vasitəsilə bölüb yəni çıxara bilərsiniz. Amma biz hələ ki onluq kəsr deyil, bunu adi kəsrlər üzrə, yəni qarşıq ədəd vasitəsilə izahını verəcəyik. Gəlin baxaq. 3 tam 10'da 7. Təkrar edirəm, yəni ürəyiniz istəyən formada müqayisə edə bilərsiniz. Sadəcə mən indi qarşıq ədədlərdən əvvəl adi kəsri keçmişik, ona görə ona uyğun formada izah verəcəm. İndi burada 3 tam 10'da 7'dən sonra və 4 tam 12'də 4 A variantında o gəlir. Onu bu hissə ilə müqayisə edəcəm. 4 tam 12'də 4. Tam hissələr eynidir. Kəsr hissələrinə baxsan, biri 10'da 4'dür, biri 12'də 4'dür. Sürətləri eyni olan kəsrlərdən məxrəci kiçik olan daha böyükdür. Yəni 10'da 4 daha böyükdürsə, demək ki 4 tam 12'də 4 daha kiçik bir ədəddir. O təxminən buralığa düşəcək, yəni sol tərəfdədir. Buna görə A variantı sıradan çıxır. Yəni bu aralığa düşür. B variantı 3 tam 10'da 8. 3 tam 10'da 8'i buradan yazıram dostlar. 3 tam 10'da 7 var və 3 tam 10'da 8 var. 3 tam 10'da 7 yoxsa 3 tam 10'da 8. Məxrəcləri eyni olan kəsrlərin müqayisəsidir. Yəni tam hissələri eynidir zaten. 10'da 8 daha böyük olacaq. Çünki sürəti böyük olan daha böyük olurdu. Deməli bu da təxminən buralığa düşür. İndi şərti olaraq oranı qeyd edirəm. Bu da o aralığa aiddir. C variantı 4 tam 5'də 2. 4 tam 5'də 2-ni 4 tam 5'də 2-nin əvəzinə sürət məxrəcini 2-yə vuraram. 10'da 4 edəcək. Aha, 10'da 4 elə bura düşür. Bunun üstünə düşür. Amma bu aralığa düşmür. Deməli də doğru cavabımız C variantına uyğun gələcək. Digər variantlara baxmaya da bilərsiniz. Amma belə maraq üçün baxaq. 4 tam 10'da 3 var. 4 tam 10'da 3'ün tam hissələri 4 ikisində də, yəni 4 tam 10'da 4 ilə müqayisədə. Biri 10'da 4'dür, biri 10'da 3'dür. Təbii ki, məxrəsiyyə olan kəsrlərdən sürəti böyük olan böyükdür. 10'da 4 böyükdürsə, 10'da 3 təxminən buralığa düşür. Yəni sol tərəfdə yerləşəcək. Deməli, D variantı da buna əsasən deyə bilərəm ki, sıradan çıxdı. 3 tam 9'da 7 qalır dostlar. 3 tam 9'da 7. 4 tam 10'da 3. Getdi. Aha, 3 tam 9'da 7. Axırıncıya baxırıq. 3 tam 9'da 7, 3 tam 10'da 7. Sürətlərə eyni olan kəsirlərdir. Yəni kəsir hissəsindən söhbət gedir. Məxrəci kiçik olan daha böyük olacaq. Yəni 3 tam 9'da 7 daha böyükdür. Daha böyükdürsə o daha sağda yerləşəcək. 3 tam 10'da 7 ilə müqayisə. Deməli bu da bu aralığa düşən ədəd olacaq. Belə dostlar, ümid edirəm bu da anlaşıldı. Yəni bu tipli sualları fərqli formada yanaşmalarını edə bilərsiniz cavabı tapmaq üçün. İndi mən də bu formada izah etdim. Biz isə davam edirik 8-ci sualla. 5 litr südü 3 qabı bərabər şəkildə doldursaq, hər qabda neçə litr su olar? Ha, burada yanlış düşüb. Neçə litr süd olar? Okay, belə olmalıdır. Deməli, nə edəcəm? 5'i böləcəm 3'ə. 5 3'ə böləndə 1 dəfə düşər. 1 3'üm 3. 5'dən 3 çıxanda 2 qalır. Yəni cavab olacaq 1 tam 3'də 2. Düzgün cavab D variantına uyğun gəlir. Sual 9. 27 kiloqram meyvəni 6 səbətə bərabər şəkildə yığsaq, hər səbətdə neçə kiloqram meyvə olar? 27-ni böləcəm 6-ya, düşəcək 5 dəfə, yox 5 6 30-dir, 4 dəfə düşər. 4 6 24. 27-dən 24 çıxanda qalır 3. Yəni cavab olacaq 4 tam 6-da 3. Variantlara baxıram, 4 tam 6-da 3 yoxdur. Aha, biz bilirik ki, qarşıq ədədin kəsr hissəsini ixtisar etmək olar. Yəni 4 tam yerində qalsın. 6'da 3'ün sürət və məxrəcini 3'ə bölə bilərəm. Bu da 2'də 1. Yəni cavab olacaq 4 tam 2'də 1. A variantı düzgün cavabdır. Sual 10. 54 kiloqram əti 8 ailə arasında bərabər şəkildə paylasaq, hər ailəyə neçə kiloqram ət düşər? 54 bölək 8. Düşəcək neçə dəfə? Deməli 6 dəfə. 6 8'in 48 edəcək. Burada qaldı. Deməli 54'dən 8 çıxanda 6. Bu da bərabərdir. Deməli 6 tam olaraq qalacaq. 8'də 6. 6 tam 8'də 6 varmı? Yox. Yenə eyni qayda üzrə 6 yerində qalır. 8'də 6-nı da 2-yə ixtisar aparsan sürət məxrəcini. Olacaq 4'də 3. Yəni düzgün cavabımız 6 tam 4'də 3'dür. Sual 11. 13'də 70 adi kəsirini qarşıq ədəd şəklində göstərin. 70'i 13 yerə böləndə düşəcək, deməli 5 dəfə. 13 yerində qalacaq. Qalığımız neçədir? 5. Yəni cavab oldu D variantı. 9 tam 4'də 3 qarşıq ədədini adi kəsr şəklində yazın.
4-ü 9-a vuracam 36, üstə də 3 gələcəm 39. 4-də 39. D variantı düzgün cavabdır. Sual 13. 14 tam 3-də 2 qarşıq ədədini adi kəsr şəklində yazın. Deməli, 14-ü 3-ə vuracam 42, üstə də 2 gələcəm edəcək 46. 3-də daha doğrusu 14-ü 3-ə vuranda 42 üstə də 2 gələndə 44 edəcək. 46 demək. Üstə 44. Düzgün cavab A variantıdır. Sual 14. 3 tam 12-də 4 ədədinə bərabər olmayan kəsri seçin. Dostlar, əvvəlcə 12-də 4-ü ixtisar edə bilərəm. Sürət məxrəcini 4-ə bölərəm. Düşəcək 3 tam 3-də 1. Bu da bərabərdir. 3-də 3-ün 9, 10. Yəni 3-də 10-dur bu. A variantı sıradan çıxır. 3-də 10-un sürət məxrəcini 2-yə vursam, burada 20, burada 6 olar. Yəni 6-da 20 bu olacaq. Sonra bunu 2-yə vursam 40, burada 12, E variantı getdi. Bunu 2-yə vursam burada 24, burada 80, bu da getdi. Yerdə qaldı C variantı. Sual 15-lə davam edirik. Hansı bərabərlik yanlışdır? 3 tam 3-də 2 bərabərdir 111. 3 sum 9 üstə 2 gələndə 11. Düzdür. 5 tam 120-də 3 bərabərdir 40-da 201-ə. Baxıram, bunun məxrəci 40-dırsa, dərhal bunu da 40-a gətirməyə çalışıram, əgər mümkündürsə. Deməli, 120-də 3. 3-ə bölsəm, burada 40 qalar, burada 1 qalar. 40-ı 5-ə vursam, 200 üstə 1 gəlir 201. Doğru. 9 tam 6-da 3. 6-lar yerində qalıbsa, heç ixtisara ehtiyac yoxdur. 9 6 54, üstü 3 gəlir 57. Doğru. 8 tam 15-də 8. 15 yerində saxlayıram. 8 15-ə vuranda 120 üstə 8 gəlir 128. Doğru. 6 tam 30-da 6. Amma bunu 5 edib. Deməli, bunu ixtisara aparsam yaxşı olar. 6 tam 36-nın sürət məxrəcini 6-ya bölərəm. Burada 1, burada 5. 6 tam 5-də 1 də çevirsəm adi kəsrə 5 yerində qalar. 5 6-ya vuranda 30 üstə 1 gəlir 31. Burada isə 36 yazıb. Demək ki, bu yanlışdır. Düzgün cavabımız E variantı olacaq. Sual 16. Aşağıdakı müqayisəyə əsasən A, B və C müvafiq olaraq hansı ədədlər ola bilməz? 5, 8, 5. Yəni A-nın yerinə 5, B-nin yerinə 8, C-nin yerinə də 5 yaz. Müvafiq olaraq, yəni ardıcıl şəkildə A, B, C-ni belə yazmalıyıq. Deməli dostlar, 5 tam 14-də 8 yoxsa 5 tam 14-də 8 böyükdür. Bunlar bərabərdir. Elə bu ola bilməz. Bunu götürürəm. Bizə ola bilməyənlər lazımdır. Biri 1-dir. Sonra 4, 9, 4. Baxaq. Deməli, bura 4 yazdım. 9, 4. 4 tam 14-də 9 yoxsa 4 tam 14-də 8. 14-də 9 daha böyükdür. Yəni məxrəcləri olan kəsrlərin müqayisədə. Deməli 2 olar. 2 olarsa bu getdi, bu getdi, bu getdi. Sonra C variantı, daha doğrusu üçüncüyə baxırıq. 8, 2, 6. Bura 8, bura 2, bura 6. Bu birbaşa doğrudur, çünki 8 6-dan böyükdür. Deməli 3 sıradan çıxır. Cavab 1 ilə 4 qalır. A variantı yenə də baxacağıq hər ehtimala qarşı. D variantında 7, 12, 8. 7, 12, 8. Bəli, 7 8-dən böyükdür. İşarə səhvdir. Deməli 4 olmaz. 1, 4 buna görə alınır. Yenə də 5-ciyə də baxaq hər ehtimala qarşı. 13, 12, 11. 13, 12, 11. Bəli, bu birbaşa doğrudur, çünki 13, 11-dən böyükdür. Düzgün cavab A variantına uyğun gəldi. Sual 17. Eyni tip sualdır. Aşağıdakı müqayisəyə əsasən A, B və C müvafiq olaraq hansı ədədlər ola bilməz? Deməli, A-nın qiyməti məsələn, yəni ardıcıl formada yazsaq 6 olsa, B 8 olacaq, C 2 olacaq. Yəni birincinə qoyuram. 8 tam 6-da 2 yoxsa 8 tam 9-da 2. Hansı böyükdür? Tam hissələr eynidir. Kəsr hissələrində sürətləri bərabər olan kəsrlərə müqayisə etməli, məxrəci kiçik olan böyük olacaq. Bu avtomatik olaraq yanlışdır. Birinci yanlış oldu. Təkrar edirəm bir daha. Niyə belə oldu? Yəni işarə belə olmalıdır həqiqətdə. Bizə də ola bilməyənlər lazımdır. 1-i götürəcəm. 2, 5, 9, 2. 5, 9, 2. Bəli, 8 9-dan balacadır. Deməli, ikinci olar. Üçüncü 12, 8, 3. Bura 12 yazdım, bura 8 yazdım, bura 3. 9-da 3 yoxsa 12-də 2. Bunu müqayisə etmək lazımdır. Tam hissələr eynidir. 12-də 2. Bunu ixtisar aparsam 6-da 1 qalacaq. 9-da 3 də 3-də 1 edəcək. Yəni biz başqa sözün 6-da 1 ilə 3-də 1-i müqayisə etməliyik. Sürətləri eyni olan kəsrlərdə məxrəci kiçik olan böyük. Yəni işarə belə olacaq. Deməli nədir? 3 doğrudur. Buranı silirəm. Növbəti 4-cü punkta baxırıq.
36, 7, 1. Bura 36 yazdım, bura 7 yazdım, bura 1 yazdım. Avtomatik olaraq bu ola bilməz. Çünki tam hissəsinə 7 yazmışdım, amma burada o birisi 8-dir. Deməli bu ola bilməyəcək. Və nəhayət 8, 8, 2, bura 8, bura 8, bura 2. 8 tam 8-də 2, 8 tam 9-da 2. Tam hissələr indi kəsr hissələrinə. 8-də 2 yoxsa 9-da 2 böyükdür. Əlbəttə ki 8-də 2 daha böyükdür. Deməli bu da olmaz. 1, 4, 5. Düzgün cavab B variantına uyğun gəlir. Sual 18. 7 kiloqram alma, 9 kiloqram armud və 13 kiloqram albalı 5 nəfər arasında bərabər şəkildə bölündü. Bir nəfərə cəmi neçə kiloqram meyvə düşdüyünü tapın. 9, 7, 13. Toplasam 29 edər. Bu 29-u böləcəm 5-ə. Düşəcək 5 dəfə. 5, 5-im 25. Qalıqda qaldı 4. Yəni cavab olacaq 5 tam 5-də 4 kiloqram. Düzgün cavab B variantına uyğun gəlir. Sual 19. 8 kiloqram bal 3 nəfər arasında, 17 kiloqram yağ 6 nəfər arasında, 23 kiloqram pendir isə 7 nəfər arasında bərabər paylandı. Bir nəfərə düşən bal, yağ və pendiri miqdarına görə azdan çoxa sıralayın. Bal bərabərdir 8 bölü 3. 2 tam 3-də 2. İkinci gəlir yağ bərabərdir 17 bölü 6. 17-ni 6-ya böləndə 3 dəfə, yox, hətta 2 dəfə düşəcək. 2 altım 12, 2 tam 6-da deməli neçə olur? 5 qalır. 2 tam 6-da 5. Üçüncü nə gəlir? Üçüncü də gəlir. Pendir bərabərdir. 23-ü böləcəm 7-yə. 23-ü 7-yə böləndə 3 tam 7-də 2. İndi azdan çoxa doğru düzməliyik. Pendir ən çox olandır. Yəni pendir axırıncı gələcək. Amma balla yağını müqayisə etməliyik. Tam hissələr eynidir. 6-da 5 yoxsa 3-də 2? Bu 3-də 2-nin əvəzinə belə yaza bilərəm də. 2 tam, sürət məxrəci 2-yə vuraram, 6-da 4. Bu 2 tam 6-da 4-dür, o 2 tam 6-da 5-dir. Az olan deməli baldır da. Ən az olan bal, sonra yağ, sonra pendir gələcək. Bal, yağ, pendir. Düzgün cavab A variantına uyğun gəlir. 20-ci suala baxırıq. Aysel 4-də 34 litr nar şirəsi və 4-də 14 litr albalı şirəsinə qarışdırıb 5 uşaq arasında bərabər şəkildə böldü. Hər uşağa neçə litr şirə verildi? Deməli nə dedik? 4-də 34 üstə gəlirik 4-də 14 bərabərdir. Məxrəclər ilə kəsləri toplayanda məxrəc yerində olduğu kimi qalır 34 ilə 14-ü toplasam olacaq 48. 48 4-ə bölən düşür 12. Yəni 12 litr şirəni 5 uşaq arasında böləcək. 12 bölək 5. O da bərabərdir 2, 2 5-im 10 qalıqda qaldı 2. Yəni cavab olacaq 2 tam 5-də 2. Variantlara baxırıq 2 tam 2 tam 5-də 1 var. Aha. E variantına baxın 2 tam 10-da 4. 5-də 2 kəsiri sürət məxrəci 2-yə vursanız 10-da 4 deməkdir. Yaxud 10-da 4-ü ixtisar aparsanız 5-də 2 qalır. Deməli E variantı düzgün cavab olaraq qalacaq. Belə dostlar, videomuzu bəyənməyi unutmursunuz. Sağollaşırıq. Bir sonraki izahlarda görüşərik. Hələlik.